Bu mifi demək olar ki, hər yerdə görmüsünüz. Yarısı atdır, yarısı insandır. Centurion mifidir. Bu Babildən Yunanistana keçib və Yunanlara görə Fessiliya meşələrində yaşayan bu vəhşi barbar varlıqlar bir növ fərqli bir ölkədən gəliblər və insanlarla savaşırlar. Ümumiyyətlə mif qisminə girməyəcəm. Müasir araşdırmalar əsasında bəlli olub ki, əslində bu Centurionlar böyük ölçüdə köçəri xalqlar olublar. Və o köçəri xalqlar gəldikcə yerlik at görməyən, ümumiyyətlə atlı savaşı görməyən xalqlarda bu tip imaj yaradıblar ki, bunlar ata yapışıblar. Bizim ilk ağlımıza İskitlər gəlir, çünki Yunanlar İskitlərlə uzun müddət savaşıblar və düşünüblər ki, ola bilsin bu adamlar ata həqiqətən yapışıblar və adam birgə yaşayırlar. Yəni bu mənadadır. Bilirik ki, köçərilərin əksəriyyəti elə yaşayır. Amma bayaq mən nə dedim? Babildən gəlir. Hansı dövr Babilindən? Kassitlərin işğal elədiyi Babildən. Ki bu kassitlər bir İranilər gəlmədən qabaq İranda yaşayan xalqlardan biri olublar ki, atlı olublar. Onlar Babili işğal eləyəndən sonra bu tip mifologiya ortaya çıxıb ki, hə, yarı at, yarı insan. Bəli, yəni köçəri kassitlər Babili tutandan sonra bu mif orada ortaya çıxır. Daha sonra Yunanistana təsir eləyir və Yunanistanda da Fessaliya bölgəsində atçılıq mərkəzləri var idi ki, İskəndərin ən yaxşı atlıları belə Fessaliyadan yetişən atlıları idi. Hətta məşhur Yunan şəhər dövlətləri arasındakı savaşların əksəriyyətində də Fessaliya atlarından istifadə edirdilər ki, daha dayanıqlı, dirəncli, daha güclü atlılar olublar ona görə. Yəni bir növ Fessaliyada atlılıq mərkəzi güclü olduğuna görə bu oturaq xalqlar oradakı atçı xalqları, yəni atlı xalqları bir növ Centurion kimi görürdülər. Daha sonraki dövrlərdə isə ola bilsin ki, köçəri İskitlər və Saklar hücum elədikcə, onları da ata yapışmış insan kimi görüblər. Və beləliklə onları barbar, yəni dilində başa düşmədiyim və vəhşi adlandırıblar. Beləliklə bu mif zamanla inkişaf edib və bizim filmlərimizə, nağıllarımıza, hər şeyə sirayət edib ki, bugün onu görürük. Hətta bilirsiniz ki, Oxatan bürcündəki imajda həminki bu Centuriondan gəlir.